Müəllim, siz indi həm Araz Naxçıvanda köməkçi məşqçi, U19-un məşqçisiz, həm Bəli. belə fərdi məşqlər keçirirsiniz. Yəni onunla bağlı soruşmaq istəyirəm ki, siz futbolçularla iç-içəsiz, daha yaxşı tanıyırsınız bizdən. Yəni ümid varmı ki, Azərbaycanda nə vaxtsa dünya çempionatında iştirak edə biləcək? Doğrudan maraqlı sualdır. Əslində futbol adamları olmayanlar o qıraqdan belə danışırlar, ya o monitor arxasındakı o ekspertlər var ya, telefonla nəsə yazırlar, fikir bildirirlər. O adamları istəyirəm ki, elə bil mənim əlimə gəlib düşsünlər, mən də məşqçiyəm də. O vaxt ki, mən futbolçu olan vaxtı məşqçilər bizi məsələn qaçırdırdılar. Məşq prosesində dedi, ayda nə qədər qaçmaq olar, bu nədir? Yorulduqca canımız sıxdı və yaxud da nəsə də həmin o əziyyəti istəyir soyuğun çoğununda, istəyir yayın o Onlara yaşadım mən. 50 dərəcə istidə məsələn avqust ayında adamın ağzından köpük gəlir də bildiyin necə deyirsən ki, biz bu qoy məşq qutarsında da yorulduq, öldük, canımız sıxdı. Bu adamları bir dənə elə bir yarım saatlıq mənim əlimə versinlər. Desinlər ki, Ruslan müəllim, bunlara bir yarım saat elə məşq etsinlər ki. Dili qoy çıxsın, qoy dilləri çıxsın bayra və həmin o əziyyəti hansı ki futbolçular çəkirlər doğrudan da bu məşqlərdə. Qıraqdan o yazmağa da bunların o imkanı olmasın ki. Bizdə Azərbaycanda nə futbol var, futbol olsa da bizdə olmuyor.